Hazırda O neçə yaşı var? 12. 12. 7-də oxuyur. O utanır məktəbdə deyir ələ sallar olsun. Ələ sallar, bəli, deyirlər ki, anan xidmətçi işləyib, ananla belə geyinir, elə geyinir. Halbuki mən, yəni əllərimə də baxa bilərsiniz ki, halal zəhmətlə pul qazanmağı sevirəm. İndi 250 manat, hərəviz 5 manat, 10 manat sizin boynunuzda. 500 manat düzəldə 2 ayın pulun gələn ayda verək, bu ayda verək. Bu uşaqların atası bəs? Rəhmətə gedib. Nə olub ki? Qəzadır. Bu uşaqların neçə yaşı var idi? Onda qızım, üzr istəyirəm, qızıma hamilə idim. Oğlumdakı 1 yaşı var. Uşaqlar atasını görmürdülər. Bəli, xeyr. Xanım, sizin adınız nə idi? Əfsanə. Əfsanə xanım. Bəli. Siz mənə müraciət elədiniz. Nə dərdiniz var? Danışın, biz də həll edək. Dərdim odur ki, yəni övladlarımın reseptləri var, ala bilmirəm. Təkəm, tək baxıram uşaqlara, atası yoxdur deyənə. Ona görə ev pulumun çətinliyini çəkirəm, produktumun çətinliyini çəkirəm. Haralısınız siz? Əslən səniyəm. Mədiz uşaqlar acdır. Bəli, bəli. Onu da denəndə. Hə, yəni bu günləri heç nə yeməyiblər. Xaladenikə də baxa bilərsiniz. Yəni inanmırsınızsa baxa bilərsiniz. Həqiqətən də, yəni imkan yoxdur. Kirayə nə qədər verirsiniz? 250. 250 manat. Bəli. Nə iş görürsüz? Xadimətçilik eləyirdim, çıxdım oradan. Sonra uşaq aparıb gətirirdim məktəbə. Oradan da çıxdım, maaş kəsdi deyə çıxdım. İndi hal-hazırda işsizəm. 2-3 saatlıq iş olsa işləyərəm. Hansısa dükanı silib süpürməkdir, təmizləməkdir, işləyərəm. Uşaqları məktəbə tək qoymaq istəmirəm deyə mən bütöv iş saatı mən Bir dənə oğlunuz var. Bəli, hal-hazırda. O neçə yaşı var? 12. Amma yəni yaraşmaz sizə belə şeylər eləmək. Vallahi hamının kasıbçılığı var, hamının içimizdə kasıblar var, çıxılı uşaqlar, məni izləyənlər, balacalar. Heç vaxt uşaqları əzməyin. Bilirəm, uşaqlarda biraz insaf olmur, valideynlər çox tərbiyə verə bilmirlər. İndi çox uşaqlar tərbiyədən yoxsundular. Amma uşaqları ələ salmaq olmaz. Sabah Allah sizi də o vəziyyətə sala bilər. Sənin uşaqlarının reseptini mən alıram. Çox sağ ol. Yaxşı. Sənin adın nədir? Ayşə. Ayşə, sən nə istəyirsən? Televizor istəyirəm. Televizorunuz yoxdur. Bəs nəyə baxırsınız? Heç nə. Oynayırsan uşaqlarla? Dostum yoxdur burada. Bu günləri sən nə yemisən? Heç nə yeməmişəm, az qalmışam, yatamam. Heç nə yeməmisən, acından yata bilmirsən. Nə yemək istəyirsən? Bilməm. Adi yeməklər, Nə yemək istəyirsən? Ən sevdiyin yemək hansıdır? aş. Aş yemək istəyirsən. Yaxşı, mən səni də aş gətirəcəm. Düyünü götür, aş pişir ona. İndi pul atacam sizə, ona da toyuq al. Ver yaxşı.